Emsan Azərbaycan dükanı yüksək məbləğdə maliyyə sanksiyası ilə cərimə edilib. Bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış ola bilərsiniz. Ajansazın özəl xəbəridir və diqqətinizə çatdırmaq istəyirəm ki, biz məlumat vermişdik ki, Emsan Azərbaycandan alış-veriş eləyən müştəri çekdə kodu, QR kodu oxuda bilməmişdi. Bundan əlavə müştəriyə 2 fərqli vönlə çek təqdim olunmuşdu və biz bunu araşdırandan sonra bəlli oldu ki, bəli, burada problemlər var və bununla bağlı Dövlət Vergi Xidmətinə biz rəsmi müraciət elədik, sorğu ünvanladıq. Sorğunun cavabı olaraq bildirdilər ki, Dövlət Vergi Xidməti artıq araşdırmaya başlayıb. Araşdırmanın nəticəsi artıq bəllidir və qeyd etdiyim kimi Emsan Azərbaycan yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunub və cərimə edilib. Bu barədə diqqətinizə çatdırmaq istəyirəm məlumatı. Dövlət Vergi Xidmətindən ajansa bildirilib ki, ajans azda qaldırılmış məsələ ilə bağlı müvafiq nəzarət tərəfindən tədbirlər həyata keçirilib və aşkar edilmiş faktlar nəticəsi üzrə rəsmiləşdirilib, yəni aktlaşdırılıbdır. Ajans az olaraq biz də Emsan Azərbaycanın rəsmi saytında göstərilən, yəni mağazanın öz vöyünü var. Həmən vöyünü Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxlamaq istədik və yoxladıqda bəlli oldu ki, Emsan Azərbaycanın rəsmi səhifəsində qeyd olunan vöyün üzrə 140 416 22 42 bu onların öz vöyünüdür. Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxlananda məlum oldu ki, operativ vergi nəzarəti üzrə işlərin yerinə yetirilməsinin cəlb edilmiş fiziki şəxslərlə işə götürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə, operativ vergi nəzarəti nəticələri haqqında akta əsasən 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdi. Operativ vergi nəzarəti üzrə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akta əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdi. Bu, ümumilikdə 5000 manat deməkdir. Bundan əlavə isə çekdə olan vöyünün birini də yoxladıq Dövlət Vergi Xidmətinin saytında və bəlli oldu ki, burada 80 manat bir maliyyə sanksiyası tətbiq edilib, 40 manat da bir maliyyə sanksiyası tətbiq olunub. Ümumiyyətlə, bu məsələ ilə bağlı Emsan Azərbaycan tərəfindən hələ ki, heç bir rəsmi açıqlama yoxdur. Və qeyd etmək istəyirəm ki, əziz izləyicilər, əgər sizi də belə aldatmaq istəsələr və belə problemlərlə qarşılaşsanız, mütləq Dövlət Vergi Xidmətinə müraciət eləyin və Dövlət Vergi Xidmətinə təşəkkür edirik ki, bizim qaldırdığımız məsələ ilə bağlı belə operativ tədbir həyata keçirdilər.